O gün yuxuda səni gördüm. İşte yatmışdım. Oturduğum yerde yuxuya girmiştim. İnanırsan heç ayrılmaq istəmirdim yuxudan. Hava. Ha, gözəldir. Dənizin ətri də gözəldir, ha? Hər səhər səni gətirəcəm dəniz qırağına. Dənizin havası bilirsən necə xeyirlidir. Sənə xeyri olacaq. Tək gələrsən. Nə? Tək gələrsən. Səninlə gələcəm. Ancaq səninlə gələcəm. Həmişə. Əgər mən özümü yaraşdırmırsansa bu başqa məsələ. İcazə ver səndən inciyim. Yox. İncimə. Su istəyirəm. Su? Ha, bu dəqiqə. Alıb gəlirəm. Gözümdə yaş qalmadı ki ağlamaqdan. Lap öldürdü sabahımın dərdi məni. Telim kola döndü, qara bağlamaqdan. Göylərdəydim, dartıb yerə sərdi məni. Lap öldürdü sabahımın dərdi məni. Bədirxan, Mənim 5 dəqiqə gəlirəm. Mehir. Ne oldu sana Agız? Mehir, ne oldu sana? Zarafat edirsən? Ha? Zarafat edirsən? Agız bəsdir də. Mehir, ne oldu sana? Kalk ayağa. Mehir. Ölme Mehir. Ölme. Ölme Mehir. Mehir. Mehir, ölme Mehir. Mən sənin nə demək istədiyini başa düşdüm. Şükür. Amma gərək Səidin yanında pərt eləməyəydin məni. Amma sən məni qardaşının yanında pərt eləyə bilərdin, hə? Plaşımı niyə yerə attın? İstədim əlib götürəsən. O Mənsurun qarşısında əyləsən. Biləsən ki, o hansı ucalıqda idi ki, sən onun adicə plaşının qarşısında 2 qat əyilirsən. Bəsdir də hər dəfə mənə söz attın. Mən elə oyam. Sən mənə bilirsən necə köbud davranırsan. Əvvəl mənə qarşı belə deyildin axı. Mən səni çox sevirəm. Ola bilsin ki, arada əsəbi olub xətrivə dəymişəm. Əslində o konsert mənə lazım deyildi. Mən istirdim ki, 1-2 saatlıq da olsa, o qara fikirlərindən azad olasan. Giyin gedək. Hələ vaxtı var. Başlamayıb. Heç vaxt gitmərəm. Qalx da. Qalx gedək, mən səninlə konsertə getmək istəyirəm. Konsertdən sonra da çıxıb təmiz havada gəzərik. 2 sevgili kimi. Belə bir yaxşı söz var. Əgər mən tanıdığım Mənsurdan səndə az da olsa bir şey qalıbsa, məni başa düşəcəksən. Sevdiklərinizə zaman ayırın. Yoxsa zaman sizi sevdiklərinizdən ayırar.
Sən məndən ayrılarsan? Ruhlarımız çoxdan ayrılıb zaten. Əsas da buydu. Fiziki ayrılıq da günbəgün yaxınlaşır. Əgər hər şey konsertə görədirsə, istəyirsən o müğənnini gətirdim evdə oxusun. Bu sözünlə bir daha təsdiq elədin ki, mənim Mənsurum sən deyilsən. Hansı mənsuram ki? Fironun sevgilisi. Fərəcin dostu. Haçan desən çıx ged evdən. Gedəcəm. Qorxma. Mən üzdə adam deyiləm. Qal. Getmə. Elə bildin xoş günə çıxmısan. Bu da sənin xoş günün. Belə işlər. Çox sağ ol. Havalar da düzəlir yavaş-yavaş. Məzuniyyət götürüb rayonların birinə getmək lazımdır. Sənlə rayona getmək olar. Meşəlikdə adamı vurarsan kürəyindən. Başa düşmədim. Birdən ikiyə məndən elə hərəkət görmüsən? Ətrivə dəydi. Əlbəttə dəydi. Elə hərəkət görmüsən məndən? Yox, görməmişəm. Bəlkə nəsə eşitmisən mənim haqqımda. Eşitmişəm. Niyə pis oldun ki? Adamın qanını qaraldırsan da. Nazirlikdə işləməmişdən əvvəl bir şöbədə işləyirdim. Cinayət axtarışda. Yadımdadır, Kazım adında bir əməliyyatçı var idi. O da bizim kimi polis kapitanı idi. Güclü bir əməliyyat hazırlamışdıq. Saxta pul işi ilə məşğul olan cinayətkar dəstəni həbs eləməliydik. Əməliyyatı ilə qurmuşduq ki, əlimizdən qaçmaq şansları heç yox idi. Əməliyyat başladı. Qapını sındırıb girdi içəri. Onların həmişə yığışdığı yerə. Amma içəridə heç kim yox idi. Demə bir gün qabaq hamısı yığışıb qaçıblar. Düzdür, bir neçə aydan sonra hamısını bir-bir tutduq saldıq içəri. İstintaq zamanı məlum oldu ki, həmin o cinayətkarlardan biri bizim Kazımın xalası oğluymuş. Sən demə Kazım onlara xəbər verib ki, vaxt itirməyin, dağılışın. Sabah zirzəmiyə basqın var. Bunu mənə niyə danışırsan? Söhbət eləməyim səndən. Niyə elə? Amma iki başlı danışırsan. Bilirsən ki, mən həmişə sözümü üzrə deyən adamam. Amma hərdən biraz da dərin danışıram ki, Arif adam başa düşsün nə demək istədiyimi. Zabit, mən Arif adamam. Lap yaxşı. Biz o vaxt Kazımı həbs elədik. Məni həbs eləməyə əsas yoxdur əlimizdə. Yəni səbəb yoxdur. Mən təmiz adamam. Mən sənə demədim ki, sən kirlisən. Sadəcə başa salmaq istədim ki, Kazımı göndərdi içəri. 8 il iş alıb, getdi layiq olduğu yerə. Fakt. Fakt olmalıdır. Sən narahat olma. Mən sübutsuz danışmıram.
Ona görə də hələ susuram. Demək olar ki, danışmıram. Cavid, mən cinayətkar deyiləm. Polis əməkdaşıyım. Salam Bəşir. Salam Mənsur. Həm Bəşir, eşidirəm. Qəzənfərin evini yıxırıq yavaş-yavaş. Nə baş verib, danış. Qəzənfərin hər restoranın yanında bir restoran tikdirirəm. İşlər yekunlaşmaq üzrədir. Qiymətləri də 50% aşağı eləyəcəm. Müştərilərini də dartıb gətirəcəm bizim restoranlara. Sonra nə eləmsən? Ayaqqabı fabrikinin yanında ondan deyir ayaqqabı fabriki tikdirirəm. Qiymətləri maya dəyərini eləyərsən. Mən oradan gəlir lazım deyil. Nəyin bahasına olur olsun, Qəzənfərin gəlir mənbəylərini dayandırmalıyıq. Başqa nə obyektləri var? De, yanında ondan da yaxşısını tikdirim. Maşın salonları var. Hə, yadıma düşdü. Hərəsinin düz yanında birini tikdirəcəm. Hiss edirəm ki, hər günümüz uğura doğru gedir. Düzdür, işlərimiz yaxşıdır. Nədənsə şəxsi həyatımda uğursuzluq yaxamdan əl çəkmir. Bəlkə pul görməyən adamlardır deyə. Birdən-birə hər şeyə nail olublar. Düşüblər çaş-başa. Qorx ki, bu insabı üzvə qayıtmasınlar. Nazları öldürüb məni. Ev al, köçüb yaşasınlar orada. Çox yaxın bıraxmısan onları. Onlar mənə az yaxşılıq eləməyiblər axı. O da var. Sən əvəzini çoxdan çıxmısan. Özünü heç kəsə borclu sayma. Yoxsa elə biləcəklər ki, nə edirsənsə eləməlisən, borcundur. Biraz dəyiş. Sən indi iş adamsan, Adi adam deyilsən. Bəşir elə dəyişməyəm ki, orayıblar hər şeyi. Mən başa düşə bilmirəm. Kimin cürəti satar ki, mənim restoranımın qabağında gəlib restoran tiksin? Yandıraram o restoranı. Əmi maraqlanmışam. Bilirsən nə olacaq restoranın adı? Nə? Biri güllər, biri də səfillər. Güllər, səfillər. Güllər, səfillər? Nə deməkdir bu? Güllər qaçırtmaq istədiyimiz qızın adıdır. Elxanı göndərmişdi ya. Boş boğazlıq elədi, planımız alınmadı. Hə, qızın adı Güllərdir. Mənsurun sevgilisi. Bəs səfillər nədir? Səfillər də özləridir. Səfil kimi yaşamırdılar zirzəmidə. Demək istəyirsən, Mənsur tikdirir bunları. Hə, bilə-bilə sənin restoranlarının yanında tikdirir. Baxarsan, qiymətlərində qat-qat aşağı eləyəcək. Öldürəcək sənin restoranları. Hər şey çox tab gətirməz. Özü də batar. Əmi qulaq as. Mako danış. Sizin fabrikin yanında tikinti gedir. Yəqin ki görmüsünüz. Ha, görmüşəm. Nə tikirlər ki? Ayaqqabı fabriki. Nə? Ayaqqabı fabrikinin yanında ayaqqabı fabriki? Kimə lazımdır ki bu? Məcid oğullarına. Məcid oğulları? Kimdə olar?
Fabriki tikdirən şirkətin adıdır. Məcidin oğlanları iqtisadi müharibə elan ediblər bizə. Əvvəl maddi cəhətdən yıxmaq istəyirlər səni. Sonrasında Allah bilir nə fikirləşiblər. Maraqlan gör, işlərini kim aparır? Hər halda belə şeyləri fikirləşmək Mənsurun başı üçün deyil. Onlara məsləhət verən var. Bu adamı tap mənim üçün. Ağıllı vəzir ölən gün axmaq şahın qırxına yıxışar cəmaat. Əmi taparım o adamı. Narahat olma. Taparım. Tap. Mako eşitdin də əmi nə dedi? O adam tapılmalıdır və öldürülməlidir. Mən əmrə müntəzirəm. Sən nə vəfasız qızsanmış. Mən sənə necə inanırdım? Elə bilirdim heç kəs məni sənin qədər sevə bilməz. Elə bilirdim heç vaxt atmazsan məni. Görürsən neynədin? Görürsən? Özündür, neyniyim indi mən? Hə? Sənsiz necə yaşayayım? Cavab verdi, ay vəfasız. Sənin yanında qalacam həmişə. Sənə vaxtında demədiyim, ürəyimdə qalan bütün xoş sözləri deyəcəm sənə. Əgər mən bilsəydim belə tez gedəcəksən, nə işə gedərdim, nə evimizə gedərdim. Bütün gün oturub sənə baxardım. Gözümü çəkməzdim səndən. Amma eybi yox. İndi də gec deyil. Hər gün oturub sənə baxacam. Gözümü çəkməyəcəm səndən. Sığal çəkəcəm sənə. Üzüvə, saçıva. Min dəfə deyəcəm. Hər gün 1000 dəfə sənə deyəcəm ki, mən səni sevirəm Mehin. Mən səni sevirəm. İstəyirsən bütün ömrüm boyu ağla. Nə mənası var? Heç nə dəyişməyəcək. Kimimiz öləndə ağlamamışıq ki? Heç nə də dəyişməyib. Mən səni tanıyıram. Bakı balaca şəhərdir. Demək olar ki, hamı bir-birini tanıyır. Ömür belə qısadırsa, nəyi bölə bilmir insanlar? Əgər həyat belə amansızdırsa, qəddardırsa, biz insanlar vaxtında niyə mehriban olmuruq ki? Öləndə bir-birimizdən küsülü ölməyək. Başa düşdüm. Sağlığında çox dəymisən xətrinə. İndi özünü bağışlaya bilmirsən. Bilirsən, mən Mehinlə ailə qura bilməzdim. Ailəm razı olmazdı. Niyə? Çünki o əvvəl ailəli olub. Bəşərin sonuncu peyğəmbərinin birinci xanımı dul qadın idi. Amma Peyğəmbərimiz oyuna ailə quranda utanmamışdı. Nə ailəsi, nə də cəmiyyət. Heç istəsəydilər də ona mane ola bilməzdilər.
Nədən ölüb rəhmətlik? Beynində xəstəlik var idi. Bilirdin xəstədir. Hə, bilirdim. Heç olmasa yadigarınız qalıb. Yox. Heç olmasa ondan təsəlli tapardım. Bəs sən burada neynirsən? Kimin gedib rəhmətə? Babalarımın, nənələrimin qəbrini ziyarət eləməyə gəlmişdim. Hər cüm axşamı gəlirəm yanlarına. Haqları böyüdü üstümüzdə. Onlar olmasaydı biz də olmazdıq. Həftədə bir dəfə? Azdır. Amma mən hər gün burada qalacağam. Elə burada oturub keşiyin çəkəcəm meynin. Heç nə düzəlməyəcək. Əksinə özünə zülm eləmiş olarsan. Qalx ged evə. Hər cüm axşamı gəlib Yasin oxutdurarsan. Ruhu şad olar. Qalx. Qalx ged əl-üzvüyü özüvə gəl. Gəl vətən. Görə kim görüşmək istəyir məndən. Özüm bura çağırdım. Dedim oturaq çay içək. Görüm kimdir bu? Nəçidir? Nə məqsədi var bizim obyektlərimizin yanında obyekt tikdiriblər? Mənsura ağıllı məsləhətlər vermək nə verir buna? Mako, demədi atsan gələcəyəm. İndilərdə gələr. Bildi kim gözləyir onu? Yox, demədim. Deyeydin gerək. Biləydi də kimi. Deyə gəlirlər. Bəşir? Zavodda Mənsurun yanındakı da öyle o. Hə, odur. Bəşir. Hə, Bəşir. Deməli ilana zəhər verən kərtənkələ sənsən. Danışığıma fikir ver. Oo, kimləri görürəm? Oturun. Vaxtımız yoxdur. Sözlü də gedirik. Sənə dedim otur. Çay içə danışaq. Oturmuram. Mən səninlə oturmaq istəmirəm. Maka. Az qalmışdı zavodda 50 pulu götürəsiz. 1-2 manatın davasını eləyirdiniz. Silahı hardan almısan? Bəşir verib ki, qoru məni xanlardan. Siz ümumiyyətlə bizim yadımızdan çıxmışdınız. Yaxşı ki görüşdük. Zavodda elədiyiniz hərəkətin cavabını qaytarsam, yəqin ki inciməzsiz. Ehtiyatlı ol. Əlin dəyər, güllə atılar. Yaşamaq istəyirsən? Kasıb-küsubun qabağında keçi kimi atlanıb düşə bilərsiniz. Çünki istəmirlər sizə baş qoşub, başlarını ağrıtsınlar. Peyni ayaqlayanda qoxu verər. Xanlara deyirsən o sözü. Hə, xanlara deyirəm. Mako. Sakit ol. Biz sizi öldürə bilərik. Əsas odur ki, mən ölməmişdən qabaq xanları öldürəcəm.
Bu Mənsur üçün ən yaxşı hədiyyə olacaq. Vətən ələ vurma. Sözüm var buna. O bir vaxtlar idi ki, qılıncığın dalı da, qabağı da kəsirdi. Elə indi də elədi. Yox xanlar, indi Mənsurun dövranıdır. O sənə elə gəlir. Sənin mənlə belə danışmağın xoşuma gəlmədi. Bir söhbət eləyəcəm sənə. Tutacaqsan nə demək istədiyimi. Bir gün sən necə ataba oxşuyursan? Balaca, atom biz deyən eləsə, buraxacaq səni, gedəcəksən evə. Ayaz! 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 Bu nədir? Uşağı niyə bu hala salmışsınız? Pul istəyirdisə deyərdiniz, imkanım satan qədər verərdim. Pulu ne eləyirik? Varımızdı pulumuz. Uşağı buraxın danışaq. Olmaz. Uşağı o vaxt buraxacaq ki, sən biz deyən eləyəcəksən. Başa düşmədim. Mən neynəməliyəm ki? Məcidin ən yaxın adamı sənsən. Sənsən? Hə, ən etibarlı adamıyam müəllim. Hə, bu yaxşıdır da. İstəyirsən, uşağı sənə sağ-salamat verək. Hə, istəyirəm. Onda biz deyən eləməlisən. Neynəməliyəm? Məcidi öldürmək lazımdır. Nə? Nə danışırsan sən? Heç vaxt. Onda əlimiz uşaqdan. Dayan, dayan. Ata! Bir yolun var. Uşağını qorumaq üçün Məcidi qurban verməlisən. Mən onun can güdəniyəm. Həyatını qoruyuram onun. Deyirsiniz mənə çörək verən adamı öldürün. Sən mən deyən eləsən, indikindən qat-qat yaxşı yaşayacaqsan. Bacarmaram. Çətin olar mənə. Ömür boyu özümü bağışlaya bilmərəm. Oğlun gözümün qabağında ölsə necə? Özünü bağışlaya biləcəksən. Ay kişi, Qəzənfər müəllim dediyini elə, uşağı bu da götür çıx get evə. Razısan? Əgər razı olmasan, İskəndər uşağı öldürəcək. Ha İskəndər? Qəzənfər müəllim vur deyən kimi vuracam. Vur deyim Turhan. Əmr verim vursun. Cavab vermirsən. Vur. Dayan, dayan. Zəhərləyə bilərsən Məcidi? Çalışaram. Çalışaram yox. Zəhərlə. Yaxşı. Get. Zəhərlə. Gəl oğlumu götür. Get.
Əmi, məni öldürməyəcəksiniz. O sənin atondan asılıdır. O şey sənin də başına gələ bilər. Mən bu hadisələr başlayandan sonra aləmi gizlətmişəm. Mənsur, mən sənə görə adam öldürürəm. Görsən mənim üçün nə qədər dəyərlisən ki, mən buna getdim. Bir şeydə təsəllim var ki, çox adamların canı qurtaracaq bu adamlardan. Dayan. Gəl səndən bir şərt kəsək. Siz də güllə atmayın, biz də. Hələlik dağılışırıq. Gəl bu görüşü aramızda olan qanlı müharibənin start günü kimi qəbul edək. Həyat da oyun kimidir. Davam eləsin də biraz oyunumuz. Yaxşı fikirlər. Bəlkə elə bugün finiş verək. Davam eləmək məsləhətdir. Mən belə başa düşdüm ki, ürəkli oğlansan. Məni belə tez vurmağın zəifliyin olar. Elə çıxar ki, məndən tez yaxa qurtarmaq üçün başqa yolun yox idi. Gəl davam eləyək oyunu. Nə deyirəm ki, eləyək. Nə yaxşı. Bəşir, birinci sənsən. Ola bilər. Amma səndən sonra. Bu ne dola? Deli oldum çola. Qaqaş mane olmuram ki. Yo, mane olmursan. Otur. Bu hayatta onunla. Güya sen demeseydin oturmayacaqdım. Deyəsən yaxşıdır vəziyyətin. Klivat deyirsən? Sən vuran özü ölsün. Özüm ölüm yoxam bu dəqiqə. Heç olmazsa biraz özündə olsaydın, maraqlı söhbət eləyərdim sənə. Elə, sən məndən yaşlı böyük olarsan. Böyüyün məsləhətinə qulaq asmayan şamsız qalar. Ay, yadımdan çıxdı. Nə çıxıb yadından? Ev üçün şam almalıydım. İşıqları kəsiblər. Borcumuz var. İşləmirsən? Pulun yoxdur? Olur pulum. Gedib evə çatana kimi ora-bura xərcləyib başına daş sağlam. Danışım bayaq danışmaq istədiyimi? Danış Ataş, danış. Cəmil adında bir kənd uşağımız var idi. Elə bir dənə idi. Daha yox idi ki ondan. Qulaq as, maraqlı olacaq sənin üçün. Danış gəlsin. Biz ara uşağıyıq. Oğrunu, doğrunu görə-görə böyümüşük.
Yeri gəlsə, türümə də görmüşük. Elə cavanlığımızdan. Cəmil başqa cür uşaq idi. Ağıllı, savadlı. Məktəbi 5 ilə qutardı. Universitetdə də oxudu. Əlqərəz. Bu uşaq nəsə bizim yolu getmədi. Əli pula çatdı, şəhərdən ev aldı. Maşın aldı. Öz gücünə toy elədi. Kəndimizdə barriqa var idi. Adını çəkməyəcəm. Gördü pul var Cəmildə. Fikirləşdi neyniyim, necə eləyim. Dəqiq deyə bilmərəm, çünki heç kim bilmir. Necə fırlatdısa, Cəmili otusturdu mala. Əvvəl maşınını satdı, sonra evini. İşdən qovdular, ailəsi dağıldı. Sonra da öldü getdi o cür oğlan. Narkotikdən öldü. Hə, sən də öləcəksən. Belə davam eləsən. Mən iynə vurmuram ki. Arada bir indi. Olur da. İyniyi belirli. Bədbəxtçilikdir. Eyni zibil damısı. İradəvizin zəif olmasından istifadə edib, məhv eləyirlər sizi alçaqlar. Nə var narkotik alüdətçisi çox olsun ki, onların işi xod getsin. Mən də əvvəl başqa cür adam idim. Belə deyildim ki. Mənə bu günə qoyan qoydu. İndi necəsənsə eləsən. Keçmişin qaldı keçmişdə. Atacağım. Hələ ki cavanlıq eləyirəm. Az qalıb. Mütləq atacağım. Axırıncı dəfə Cəmillə görüşəndə yaman gündə idi. Dişləri zadı tökülmüşdü. Dedim, ay Cəmil, nə gündəsən? 3 gündən sonra eşitdik ki, peredozdan ölüb. Parkların birində, skameykada. Yaxşı, gedim mən. Otur biraz hava al. Sonra ged evə. Salamat. Salamat. Skamyaların birində ölüb. Oraya etməliydim. Mənsur, sənə xəbərim var. Bəşir xeyirdir? Təəssüf ki, yox. Danış görüm nə olub? Bilirsən atan nədən ölüb? Bəşir xəstəlikdən ölüb atam. Bunu hamı bilir. Yox, Mənsur. O xəstəlikdən ölməyib. Öldürüblər müəllimi. Necə? Öldürüblər? Necə yanı öldürüblər? Zəhərləyiblər atanızı. Bəşir, sən səhv edirsən. Atamız xəstəlikdən ölüb. Zəhrimardan tutmuşdu. Bayaq xanlargillə görüşdük. Vətən də yanımdaydı. Dedilər, səndən görüşmək istəyən var. Getdim, gördüm xanlargildi. İstəyirdilər bilsinlər ki, sənin işlərinin üstündə dayanan adam kimdir. Nəysə sözümüz çəpləşdi. Xanlar güya məni qorxucmaq üçün
bir hadisə danışdı. Nə vaxtsa Sinaliyə yaxın olan bir adamın uşağını qaçırdıblar. Şərt qoyublar ki, Məcid müəllimi zəhərlə, uşağı bıraxa qapar. O da zəhərləyib. Bəşir kimdir o adam? Kimdi o adam? Kimdi? Turhan. Yalan inanma. Turhanı bizim gözümüzdən salmaq istəyir. Sənin yanında elə deyib ki, söhbət mənə çatsın. Yalan deyib. Düz deyib o. Turhan zəhərləyib atamızı. Sən nereden bilirsən? O məni də zəhərləmək istəyirdi. Haçan? Necə? Əlillər evinə gəlmişdi. Su gətirmişdi mənə. Deyirdi iç. Elə oldu ki, suyu xəstəxananın baş həkimi içdi. İçdi necə oldu? Nəsə oldu ona? Öldü. Bu da ailemizin en sadakatli adamı. Beşir, eğer dediklerin subut olunsa Turhan'ı öldüreceğim. Fərəzgili kimi mənəvi cəhətdən yox, fiziki cəhətdən öldüreceğim. Turhan görsən nə oldu? Gərək Məcidlə bir yerdə Mənsurla Səidi də zəhərləyərdin. Qəzənfər əmi bir söz demir. Nə məsləhət görür? Əşyəmi nə deyəcək? Elə onu deyir ki, qorxma. Mənsur bizim rəqibimiz ola bilməz. Bunu qəbrə qoyasan yalan deyirəmsə. Mənsur elə kinin adamdır ki, əl çəkməyəcək bizdən. Nə var uşaq vaxtı Məcid Səidi ondan çox istəyib. Neçə illər keçməsinə baxmayaraq Məcidi yenə də bağışlamadı. İndi deyirsən sizi bağışlayacaq. Hay bağışladı. Sən özünü kənara çəkmə. Bizim içimizdə sən də varsan. Biz heç olmasa evlərini, maşınlarını əllərindən almışıq. Amma sən atalarını öldürmüsən. Yəqin təsadüfən burada oturublar. Bura başqa adamındır. Buranın yerisini tanıyıram. Təsadüfən burada olsalar, səni görüb dəli olacaqlar. Silahın belindədir. Hə, belimdədir. Lap yaxşı. Harda oturmuşdular? Deyə orada. Xanlar, hardan bilir atasını mən öldürmüşəm? Heç kim deməsə məndən iş olmaz. Nədir? Qırılıb gedirsən bizdən? Belə asandır. Yadındadır mən sizin yanınızda necə düşdüm. Hə, yadımdadır. Mən qaçırtmışdım da uşağı. Xanlar, inanırsan, mən indi niyə yaşadığımı bilmirəm. Bir vaxtlar ailəmə uşağıma görə yaşayırdım. Başımı aşağı salıb yaşayırdım. Bütün həyatımın istiqamətini dəyişdin sən. Elə danışırsan ki,
Elə bir nifrət edirsən mənə. Yox əşi. Birdən bilmərsən zəhərləyib eləyərsən ha məni. Xanlar, onu eləyə bilməz. Burada yaxşı balıq yeməkləri olur. Yeyib dadına baxar. Yenə burdadır. Xanlar yenə burdadır ki. Turhan? Süzüp nem gözlerini, gitti sildi izlerini, çekip benden ellerini, dönüp gitti. Gördüm hayatın yüzlerini, gece etti gündüzlerini, deyip sonuncu sözlerini, çıkıp gitti. Unuttum onun hallarını, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbeht illerimi, sevinç benden çöp gitti. Ömür bitti, sonum yetti. Unuttum o hoş anlarımı, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbeht illerimi, sevinç benden çölüp gitti. Ömür bitti, sonum yetti.